Deməli, sizə bugün AI dropshippingdən, AI organik dropshippingdən necə pul qazana bilərsiniz? Cloud, Hixfield və Nano Bananadan istifadə edərək başdan sona izah edəcəm. Tamamilə ödənişsiz sizə ən əvvəlcədən necə məhsul tapa bilərsizdən, bu məhsullara yaxşı video düzəldib, akkauntları qurmağa kimi hər şeyi göstərəcəm. Sizə burada çıxacaq xərclərdən də realistik olaraq danışacağım. Deməli, bu işlə mən artıq 3 ilə yaxındır məşğulam və ingilis dilindəki YouTube kanalıma gedib baxsaz, bir çox tələbələrimlə artıq qazanan tələbələrimlə videolarım var. Öz keçmişdə qurduğum brendlərlə bağlı videolar var və sizə deyə bilərəm ki, mənim ən çox aldığım suallardan biri odur ki, gecdimi artıq başlamaq, çox gecikmişikmi? Buna verə biləcəyim bir cavab odur ki, mənim tam səmimi sözümlə keçdiyim illərdə hal-hazırda dropshippingin ən asan dövrüdür keçmişə baxanda. Hər şeydən əvvəl amma sizə dropshippingin və organikin nə olduğunu izah edeyim əgər bilmirsinizsə. Dropshipping sadəcə Çində hazırda olan məhsulları alıb, yaxşı marketinq sayəsində daha yuxarı qiymətə satıb, aradakı fərqdən pul qazanmaqdır. Organik dropshipping isə buna heç bir reklama pul ödəmədən eləməkdir. Keçmişdə mən bu işi görəndə əsas problemlərdən biri o olurdu ki, siz əgər organik kontentlə viral olmaq istəyirdinizsə, sosial medialarda viral olmaq istəyirdinizsə, bu məhsul sizin əlinizdə olmalıydı və çox yaxşı videolar çəkməliydiniz. Mənim şəxsən heç vaxt video çəkməyə o qədər həvəsim olmayıb, ona görə bu iş mənə çox əziyyətli gəlirdi. Və bundan da əlavə Azərbaycanda əgər yaşayırdınızsa, Azərbaycana sizin məhsulları zakaz edib gətirməyiniz bir aya yaxın çəkirdi və siz xaricdəki kompetitorlarınızdan, rəqabətdə olduğunuz insanlardan çox geri qalırdınız. İndi isə hər şey full AI iləndir. Deməli, sözü çox uzatmadan keçək ki, necə bu işə bizdə başlaya bilərik. İlk olaraq eləməli olduğumuz şey təbii ki, dropshippingin 90% yaxşı bir məhsuldur. İlk eləməli olduğumuz şey yaxşı bir məhsul tapmaqdır və bunu eləməyin hələ də ən ideal metodu, mən neçə ildir bu metodla eləyirəm və hələ də ən yaxşı metodu burner method dediyimiz TikTokda və Instagramda algoritmlərinizi optimizə eləyərək, yəni sadəcə sizə məhsul göstərəcək şəklə gətirərək, aktual viral məhsulları tez görərək məhsul tapma metodudur. Bu metodu mən dediyim kimi çox uzun müddətdir işlədirəm. Hələ də ən yaxşı metoddur. Əgər fikirləşirsinizsə ki, məsələn, gedim AliExpress-də axtarım, gedim hansısa winning məhsul verəcəyin söz verən bir saytdan subscription alım, onlardan alım. Bunları həqiqətən sizə məsləhət görmürəm. 90% hallarda heç bir işə yaramırlar. Çünki bizim işimiz sosial medianın virallığı ilə bağlıdır və virallıqda sürət çox önəmlidir. Siz məhsulları gərək səhəri gün, 2 gün sonra maksimum görəsiniz. Yəni belə proqramlarda AliExpress-də sizə bu sürət çatmayacaq və siz əlinizdə proof of concept dediyimiz, yəni sizin əlinizdə bir sübutunuz olmayacaq ki, həqiqətən bunu almaq istəyən varmı bu məhsulu? Bu metodda isə sadəcə girirsiniz, kommentləri oxuyursunuz, like sayına baxırsınız, nə vaxt paylaşılıb bunu görürsünüz və bundan da bir yerdə yaxşı məhsulları tapa bilirsiniz. İndi bunu sizə canlı göstərəcəm. Deməli, yeni boş bir TikTok hesabı yaradın. Heç bir əhəmiyyəti yoxdur harda yaratdığınızın, köhnə işlətmədiyiniz bir hesab da ola bilər. Akkaunt yaratdıqdan sonra gedirsiniz axtarış sitəsinə və axtarırsınız TikTok made me buy it. Bunu yazan kimi görürsünüz ki, burada bir neçə məhsul videoları avtomatik olaraq çıxır. Sadəcə bunları like, comment eləyirsiniz, save eləyirsiniz, nəsə yazırsınız, nice və bunları yarım saat təxminən ancaq like edirsiniz. Qabağınıza başqa bir şey çıxanda bəyənmirsiniz və yarım saatdan sonra feediniz belə görsənməlidir. Bir dənə AI video, ikinci AI video, üçüncü AI video. Gördüyünüz kimi artıq biz burada məhsul araşdırmasını eləyə bilərik. Məsələn, belə bir məhsul var. Çox yaxşı məhsuldur. İlk qabağıma çıxan məhsuldur məsələn, amma bu dəqiqə məhsul satsaz satacaq. Yəni hal-hazırda o qədər asandır yaxşı məhsullar tapmaq. AI sayəsində artıq keçmişdə məsələn heç videosunu çəkə bilməyəcəyiniz məhsullar üçün video düzəldə bilirsiniz. Heç keçmişdə hədəf kütləsini tapa bilməyəcəyiniz, məsələn, qara dərili olmasaz, qara dərili olaraq video çəkə bilmədiyiniz üçün o hədəf kütləsini hədəfləyə bilmirdiniz. Hal-hazırda bunu eləmək də rahatdır və qısaca sizin işiniz bu olacaq ki, maksimum scroll eləyirsiniz və yaxşı məhsulları tapmağa çalışırsınız. Yaxşı məhsul deyəndə hansı kriteriyalara əhəmiyyət vermək lazım olur? İlk olaraq kriteriyamız wow factor dediyimiz virallığından asılıdır. Wow factor nə deməkdir? Adından da başa düşə biləcəyi kimi məhsulu görəndə wow eləyirsinizmi? Bir saniyə dayanıb baxırsınızmı? Çünki sosial medialar diqqət üzərində işləyir və siz bu diqqəti çəkmək üçün ən asan yolunuz məhsulunuzun özünün diqqət çəkən olmasıdır. Başa sala bildim səhər fikrimi. Bir neçə misallarını qoyacağam indi ekrana wow factoru çox güclü olan məhsulların.
Wow factor varsa belə, amma bu tək bəs eləmir. Əgər təkcə wow factor varsa, amma heç bir işə yaramırsa, insanlar yazacaq, videomuz izlənəcək, amma heç bir satış gəlməyəcək. Həm də biraz problem həll eləyə bilən bir məhsul olmalıdır. Hər hansısa bir problemi həll eləməyi, yəni bu hər hansısa bir şey ola bilər. İnsanların bir ehtiyacını qarşılamağı çox böyük bir müsbət cəhətdir. Amma çox qarışdırmayacağam beyninizi. Bundan əlavə istəsəz daha ətraflı dərslər keçə bilərəm. Çox ətraflı bir mövzudur çünki. Bunu eləyəndən sonra nə edirik? Artıq video yaratma prosesidir. Deyək ki, məhsulunuzu seçdiniz. Çox bəyəndiyiniz bir məhsul var. Gidirik Hixfield AI-ya. Bizim bütün videolarımızı düzəldəcəyimiz sayt bu olacaq. İlk olaraq bir video düzəltməmiş, sizin eləməli olduğunuz buna yaxşı bir şəkil düzəltməkdir promptlarla. Sizə indi bir promptingi başa salacağım. Çox çətin bir şey deyil, həddindən artıq asan bir şeydir. Sizə bunu kömək eləmək üçün promptları yazmaqda Cloud-dan da istifadə edə bilərsiniz. Amma heç mənim fikrimdə ona da ehtiyac yoxdur. Mən sizə ən sadə olaraq göstərəcəm. Əsas bunu deyərdim ki, sizin promptunuzdan çox burada əlavə eləyəcəyiniz reference image-lər, yəni referans şəkilləri daha əhəmiyyətli olacaq. İlk olaraq eləməli olduğunuz şeylərdən biri odur ki, avatar yaratmaq. Bu avatar sizin məhsullarınızı reklam eləyəcəyiniz AI xarakteriniz olacaq və bunun seçimi önəmlidir. Siz məsələn, əgər qızıl dərililərə burada gördüyünüz kimi nə satmaq istəyirsinizsə, gedib çox əlaqəsiz qara bir qaqaş seçməməlisiniz təbii olaraq. Amma bunun daha dərinliyinə də düşmək olur. Bu mövzuda da istəsəz ətraflı bir video çəkə bilərəm ki, necə spesifik avatar seçək. Amma bu gün sadə tutmaq üçün qısaca deyək ki, avatar düzəltmək istəyirsiniz. Bu rəqabətdə olduğumuz mağazadakı avatardır, kompetitordur. Bizim eləmək istədiyimiz isə yeni bir avatardır. Məsələn, mən gedib internetdən birbaşa search eləyərək belə bir qızıl dərili avatar tapmışam. Bu Leonardo DiCaprio ilə olan kinodan olan xanımdır. Bunu əlavə elədim sadəcə və dedim ki, replace the guy in the first image with the woman from the second reference image from the front. Həddindən artıq sadə bir prompt. Ümumiyyətlə belə bir məsləhət verə bilərəm ki, promptlarınızı nə qədər sadə tutsanız, o qədər sizin xeyrinizədir. Və bunu eləyəndən sonra gördüyünüz kimi boom, hazırda avatarımız yarandı. Çox sadə, heç bir əlavə bir şey ehtiyacı olmadan hazırda avatarımız hazırdır. İndi bu avatarla biz video konseptimizi seçib bir kadrları düzəldəcəyik. Bu proses çox uzun çəkdiyindən indi göstərməyəcəm. Amma eyni prosesi təzədən təkrar edirsiniz qısaca. Keçirik indi video promptlarını. Videoda hansı tooldan istifadə edirəm? Mən şəxsən hamısını burada görə biləcəyiniz kimi Seedance 2.0-dan istifadə edirəm. Kling o qədər yaxşı deyil mənim fikrim. Çünki Seedance'in interfeysi çox daha sadə və rahat işlənilə bilərdi. Siz burada reference image-lər əlavə eləyə bilirsiniz. Bu Klingdə olmur və keyfiyyəti çox daha yaxşıdır mənim gördüyüm qədərilə Klingdən. Biraz çox kredit aparır, amma yenə də dəyər. Sizə canlı bir video düzəldəcəm. Əgər görmək istəyirsinizsə necə olur? Deməli, kopyalamaq istədiyimiz video buradakı gördüyünüz videodur. Birinci izləyək. Gördüyünüz kimi viral bir videodur, tarixi yenidir. Ümumi siz bu videoya da aiddir məhsul seçiminə də mütləq əlinizdə bir sübut olmalıdır ki, bu həqiqətən başqası üçün işləyir və mən də hal-hazırda bunu eləyə bilərəm. Bu olmadan məsləhət görmürəm məhsullara girməyinizi və ya video konseptləri seçməyinizi, amma bu mövzular da ətraflı mövzulardır. Bu mövzular haqqında da bir əlavə dərs çəkə bilərəm istəyirsə, amma qısaca deyək ki, bu videonu kopyalamaq istəyirik. Nə edəcəyik ilk olaraq? İlk olaraq əsas kadrları screenshot alırıq. Bir də bu kadrdır göstərilən yerdə. Bunu öz avatarımıza uyğun düzəltmək istəyirik və buna görə də nə edəcəyik? Əlavə edirik şəkilləri bir. Burada gördüyünüz kimi bu screenshot və background-da öz nişimizə uyğun dəyişirik. Background-da əlavə edirik buradakı bu gördüyünüz screenshotu. Bu şəkillərin hamısını Pinterest-dən tapa bilərsiniz birbaşa olaraq. Və üçüncü olaraq da avatarımızı. İndi bir dənə bu promptun sadəliyinə baxın. Remake the first image but replace the avatar with the third image and the background with the second image. Remove the text and watermarks. Yəni görə biləcəyiniz kimi həddindən artıq sadə bir promptdur və bununla bir yerdə də əlimizə çıxan nəticə budur. İndi ikinci kadra ehtiyacımız var. İkinci kadr üçün də yenə həmin screenshotu əlavə elədik, yenə həmin background əlavə elədik. Üçüncü olaraq sadəcə dedik ki, bizim bu öz qutularımızı əlavə elə və bununla da bir yerdə boom, gördüyünüz kimi hazırdır. Yəni promptu vermək nə qədər sadə olsa, o qədər yaxşı çıxacaq ortaya şəklimiz. İndi video düzəltməyi keçəndə burada verəcəyimiz prompt budur ki, o birinci kadrı start image olaraq əlavə elədik və ikinci kadrı da end image olaraq. Bunu buradan seçib start frame, end frame olaraq seçə bilərsiniz. Yenə çox sadə bir prompt və birbaşa
Bunu generate eləməyə basırıq. İndi gəlin çıxan videomuza baxaq. Gördüyünüz kimi tamamilə mükəmməl. İndi sizin eləməli olduğunuz sadəcə bunu bir bütün kadrlar üçün eləməkdir. Bu prosesi təzədən eləməkdir ki, ortaya yaxşı bir videomuz alınsın. Bununla bağlı dediyim kimi çox uzun tutmaq istəmədiyim üçün belə qısa kəsirəm bu videonu. Amma bunlarla bağlı ətraflı dərsləri çəkə bilərəm sizə istəyirsinizsə. Və bundan sonraki proses də odur ki, başlayırsınız bunları paylaşmağa TikToka, Facebooka, Instagrama. Əsas Facebook işləyir hal-hazırda və YouTube Shorts-a da ata bilərsiniz istəyirsinizsə. Çox satış gəlməyəcək, amma monetization-dan pul qazana bilərsiniz. Əsas olaraq hal-hazırda hədəfimiz Facebook-dur. Facebook hal-hazırda ən çox satan platformadır orqanik olaraq. Amerika telefonuna ehtiyacınız varmı? Bəli, məsləhət görərdim ki, belə bir ikinci telefon alım boş və onu sıfırlayıb Amerika regionuna keçirdim və sadəcə VPN-lə işlədim. Çox da işinizi asanlaşdıracaq viral olmaqda. Bundan başqa bir sualınız varsa, Instagramda, aşağıda qoyduğum Instagramda istədiyiniz qədər mənə sual verə bilərsiniz. Hər suala səsli mesajlarla cavab verirəm. Və bu prosesi daha ətraflı dediyim kimi full video üçün istəyirsinizsə ki, bir videonu başdan sona tamamilə necə düzəldə bilərik, onu da əlavə bir video olaraq çəkə bilərəm. Bu günlük bu qədər, salamat qalın.